3 manat 50 qəpiyə. Badam yerli var. Oğuzun. Oğuzun da bu. 4 manata. 4 2 asartı. Asaati vardı. İndirimdə asartı. İndirimdədir kilosu 6 manata. Hoptaba 100 kiloda, 1 kiloda alındı. Hoptaba 6 manatdır. Bəli, 16 manat 50 qəpiyə. 16.50 kilo. Hindistan çayı var. 12 manat 50 qəpiyə. 12 manat 50 qəpiyə. Ürəyin bir nömrə dərmanı. Bu ürəyi xeyir də. Bəli, bəli. 18 manata da var. 18 manata da var. 14 manata olan var. 14 manat. İnnab 5 manat 50 qəpiyə. Bu 5. Nə gedir? Filippin də. Bəli, Filippin. Filippindir. Filippin. Bu neçədir? Kilosu 22 manat. 7 manata. Badam Amerikan. Amerikan çıxaram da. Bəli, 17 manat 50 qəpiyə. Yerli Ağzını kilosu 7 manata. Qabığı nazik Nazik tez qabıq. sınandı. 4də birimiz var. Aha. Özbəkistan. Özbəkistan. 11 manat 50 qəpiyə. Bunlar hamısı Özbəkistan. Bunlar hamısı Özbəkistan malı. Bəli. Salam dostlar, vaxtınız xeyir olsun. Bu günləri meyvə bazarında Ordubat quru meyvələri dükanından çəkiliş edəcəm. Yəni ki, şərhlərdə bildirirsiniz ki, Novruz bayramı üçün sərəzləri hardan almaq olar? Meyvəli bazarında. Mağaza 27-də. Mağaza 27. Abunə olmanızda, videonu bəyənməyiniz. Mən mağazaya daxilində burada. Bu misal üçün. O Qırğızstan özü. Bu Qırğızstanın. Bu kilosu neçədir? Kilosu 8. Dostlar, səyahətlər zamanı mənə dəstək olmaq üçün Coffee Al saytından mənə virtual kofe olaraq dəstək ola bilərsiniz. Link videonun açıqlama hissəsində və səhifəmin biosunda var. Mənə dəstək olsanız sevinərəm. 8. Kilosu 8 manatdır Qırğızstan qozu. Salam, xoş gəlmisiniz. Sonra da özüm təqdim Bax, edirəm. qəşəng bax Ukrayna qabıqlı qozumuz var. Ukrayna. 3 manat 50 qəpiyə. Badam yerli var. Oğuzun. Oğuzun da bu. 4 manata. 4 manat. 2 tane şabaltı var. 6 manat 50 qəpiyə. 6 manat 50. O nə elə? O maraqlı bir şeydir. O Özbəkistan badamıdır. Nazik qovrulmuş. Kilosu 10 manata. Kilosu 10 manat bunu. Ondan sonra qax. Paralek qurusu. Paralyokos. Qalxın da bu. Zakatala, qax o zonasından gəlir. Kilosu 4 manata. 4 manat. Ləzgi xurması. Dağıstandan gəlir. Ləzgi xurmasıdır. Ləzgi xurmasıdır, bəli. Dağıstanın da. Dağıstanındır. Bunu da Kilosu 7 manat. bunu nə ancaq yemək üçün də Bəli, aşağıda bəli, ponçalarında. Ponçalarında. Sonra bax yerinlə Göyçaydan gəlir. Göy çayının Bəli, 3 manata. İnna bax Özbəkistandan gəlir. Özbəkistan 9 manata var, 7 manata var, manata. iyidə var, 4 manata 50 qəpiyə. 50 qəpiyə. Ondan sonra gəl qardaşım, gəl. 4də birimiz var. Aha. Özbəkistan. Özbəkistan. 11 manat 50 qəpiyə. Bunlar hamısı Özbəkistan. Bunlar hamısı Özbəkistan malı. Bəli. Sonra Ukrayna ləpəmiz var. 14 manata var. Var, 13 Ukraynayandır. manata var. Bəli. Aha. Ondan sonra canım sənə desin. Bax yerli qozumuz var. Qabıq. Gəl qardaşım, gəl. Yerli qoz. Oğuzundur bax. Yerli qoz Oğuzun. Oğuzun. Kilosu 7 manata. Qabığı nazik tez qabıq. sınandı. 7 manat kilo. Bəli, Oğuz bəli. qozudur. Buyur, bir baxsın. Belə tez qırılan qozdur. Belə əllə qırılır belə. Yerli Şey, qozdur, nazik qabıq. nazik qabıq qozu. Bu dediniz, 7 manat. bu harandı belə avıq şey. O Qırğızstan. Bu da Qırğızstanda. Bu Bəli, neçəlik? 8 manat. 8 manat. Fındıq da ki Fındıq qaçmazdı. 5 manat 50 qəpiyə. 5 manat 50 qəpik. Buradakı Bəli. Şabab şab- dedim bir. ha, bayaq dediniz. Ta şababda 7 manat. 7 manatadır. 6.50-yə də var. 6.50-yə. Sonra Novruz bayramı üçün maraqlı nələr var burada? Çərəzlərdən. Bunlar nədir belə? Bunlar bir fındıq qaçmaz. Qaçmaz fındığı belə. Sosu 6 manata. 6 manata. Qazaq fındığı 6 manat 50 qəpiyə. Sonra burada Ondan sonra köklü çərəzlərə. diyorlar. Maraqlı Novruz bayramı üçün çərəzlər var burada yaxşı. Kanala abunə olun dostlar. Videonu bəyənin. Videonu bəyənin mütləq. Şirinlər üçün. Şiriniyat üçündür bu. Şəkər buraya. 8 bəli, şəkər bura paxla 8 manat 50 qəpik. 8 Qovrulmuş araxis 6 manata. Palavin fındıq. Zakata alandır. Şəkər bura paxla Kilosu 13 manat 50 13 manat qəpiyə. 50 qəpiyə. Ukrayna ləpəsi 13 manata. 13 manatadır Ukrayna nəfəsi. Sonra Asartı 7 manata. asayəti var ləblə burada Çox 7 manata. endirimlər. 7 manata düşüb 7 manata. Badam Amerikan. Amerikan çıxaram Bəli, da. 17 manat 50 manata. qəpiyə. Yerli badam var. 12 manata. 12 manata yerli badam da var. Qovrulmuş fındıq 15 manat 50 qəpiyə. 15 manat 50 qəpiyə. İran hissəsi var. Aha. İran hissəsi var. İran hissəsi var.
22 manata. 22 manata. Sonra ama bir daha var. İranın fındığı. O ekberi bu fındığı. Kilosu 22 manata. 22 manata. Ondan Bu ne sonra- böyle maraq? O ne böyle? O Filipin, makadamya fındığı. Filipin fındığı. Kilosu Filipin 22 fındığı. manata. Ona bir baxmaq olar. Düzgün götür. Ha, buyur. Uzana bilmirəm bura. Mən uzana bilmirəm. Bu nə gedir? Filippindir. Hasar var, bəli, Filipin. Filippindir. Filippin var. Bu neçədir? Kilosu 22 manat. Kilosu 22 manatdır. Filippin. Bu önemli. Bu açarından yəni 6 ki manat. sındırılır, yeyilir. Filippin qalı. Üstündə oxuya bilərsiniz. Filippinindir. Maraqlıdır. Açarından vurulur, qırılır, istifadə olunur. Bunu qırmaq olar, belə göstərmək olar. Bu hasarı oyacaq, burada patlıyor. Yaxşı. Ama qabıqlar aksın. Aha. Özbekistan. Özbəkistan. 4 manat 50 qəpiyə. Antep hissəsi 32 manata. Antep hissəsi. Endirimlər. Sonra bax qovrulmuş badam var, qovrulmuş peşi var. Bunlar hazırdır da şeylər, Peşi qovrulmuş. Peşi qovrulmuş. Peşi qovrulmuş. Kilosu 23 manat. 23 manata kilosu. Badam qovrulmuş. Kilosu 19 manat. 9 manata. Fındık qovrulmuş. Kilosu 15.50. Şərliyə. Ondan sonra canım çəkir. Amma İran banı qəşəng nuqaları var. Bunlar nuqalardır. Bunlar neçədir belə şey? 3 manatadır. 3 manat. Bu nədir? 100 qramdır. Nədir belə? İrislərdir bunlar. İrişlərdir bunlar, süddür irişlər. Bunlar Kilosu 7 manat. kilosu 7 manatadır. Doğru burada. Sonra Nədir? Burada konfetlərdir, şokoladlar. Oğuşan şokolad. Oğuşan şokoladlar. Uşaqların sevincisi. Bu neçədir belə? 6 manatı 28 dənə olur. 28 dənə. Bu da ki İranın şokoladı. Ne? 2 manata. Sonra çaylar da var burada. Çaylar var. Doğadal 1 kiloluk 21 manat 50 qəpiyə. 21.50-yə. Şahan çay 100 qramlıq 1 manat 80 qəpiyə. 80-ə. 225 qramlığı 3.70-ə. 3.70. 450 qramlığı 7 manat 50 qəpik olmalı sərfində. 50-yə. Cihan 11 manat 50 qəpiyə. Impira 500 qramlıq 11 manat 50 qəpiyə. 11.50. Hamısı endirimlər. Çay doğacaq 11 manat 80 qəpiyə. Bunların şey də var da, çəkin olan da var. Bunlar bu çayları. Olanları göstərirəm Ha, sizə. bunlar da var. Bu keçi boynuzludur da. Keçi boynuzlu O neçədir? 9 manat 50 qəpiyə. O xeyirli bir şeydir də. Bəli, bəli. Sonra maraqlı. Bu da sarı kökdür. Bəli. Üyüdürsüz bunu, istifadə Farsi edirsiniz. kötüyü. Kötüydü. Neçədir bu? 10 10 manata. Burada İranın xazinəti 3 manata, 1 manat 50 qəpiyə. 1.50-yə bunlar. Xurmalar neçədir bunlar? Paska xurma 2 manat 20 qəpiyə. 2.20-yə. Endirimdədir. Ramazan ayına görə. Sonra. Burada Əleyhissalam. Lokumlar İranındır. 2 manat 50 qəpiyə. 2 manat 50 qəpiyə lokum var. Yəni ki, oktava qiymətlərdən. Tavoy da bu. Belə lokumlarımız da var. Bir alır, 2.50-yə. Amma belə bir var. Rəhli, içində qolundu. Bəli, bəli, 2.50-yə. 2.50-yə. Xazinam 2.50-yə. Xazinə 2.50-yə. Bunlar İranlıdır da. İran xurmalarıdır. Bu da Uşaqların sevincisi. hə, bu marmalatdır, rəhli. Yo, Haribo. Vuruq deyirlər. Kilosu, kilodur, qablandı 3 manata. Çox götürəndə endirim orada bunlar yenə də. Mesela daş banka var. 3.50'dir, 3 manat. 3 manat. Qıracı var, bilə qarşı var, 3 manat. Bu nədir? İran pendiri var, 10 manat 50 qəpiyə. 10 manat 50 qəpiyə. Çox endirində. Endirimdədir. Çox Ondan sonra endirimdə. innab 5 manat 50 qəpiyə. İnnab 5 manat 50 qəpiyədir. Yerli innab 2 manata. 2 manata yerli innab. Orada burada. Ondan sonra malmalar 3 manat 20 qəpiyə. Paçkası 3 manat 20 Bəli. qəpiydir. Lokum sərəzlər, Türk malları. Bəli. Lokumların kilosu 4 manat 50 qəpiyə. 4.50-yə. 100 kilo, 200 kilo alınan qiymətləri. Endirimli Ramazan ayına qiymətlər. görə endirimlər. Ramazan ayına görə Ordubad suzuğa. 4 manata. 4 manata Ordubad suzuqlu belə qəşəng. Fələstin xurması 18 manata. 18 manata. Bu nədir belə? Fındıq halvası Naxçıvanın kilosu 15 manata. Şəkilində var bu tarafı 4 manata idi onun tarafı. Nədir belə? Çöplü nuba 3 manata. Bu necə istifadə çay içmək üçün də Bəli, çay içində qarışdırırlar. bəli mədə ağrısıdır ondan sonra köpüzədə hamısını. Sonra burada Ondan sonra meyvə qurusu. aha yemək Çox qurbağı. çox endirimdə 6 manat 50 qəpiyə. 6.50-yə meyvə. 6.30-a da verə bilərik. Yəni Aha, çox endirim problemdir. bu. Meyvə düymə 12 manat, ananas 12.50. Ananas da 12.50-dir.
Bu nədir? Qarpız. Qarpız da. 12.50. Mango. Sonra avokado. Hamısı 12.50. Nədir bu? Tenda. Cavalı. Cabalı. Maldav yanında 3 mal 50 qəpiyə. Yəni baba cabalası 350-yə. O nə? Bal. Bal. Bal 4 mal 50 qəpiyə. Bax, bal 4 50-yə. Ondan sonra canım sənə desin. Sonra maraqlı. Şey alma sirkəmiz var. 4 manata damaşın. Tamaşa. Sarkök var 6 manata. Sarkök 400 qramlıq var 3 mal 50 qəpiyə. 350-yə. Maraqlı xurma. Bu nədir belə yekə? Qaralıqda. Ürəyin bir nömrə dərmanı. Bu ürəyi xeyirdir. Bəli, 18 manata da var. 18 manata da var. 14 manata olan var. 14 manata baza vardı. Sonra ki mağazada geniş yəni çeşid var. Çiyadan tutmuş, keşniş toxumuna kimi hər bir şey var. Yəni gəlib bazarlığınızı eləyə bilərsiniz, Novruz bazarlığınızı. Bu videonun əsas kanalıma abunə olun, videonu bəyənin. Yəni mənim burada qazancım kanala sizin abunə olmağınızdır. Yəni heç bir də danışamıram mən burada. Sonra belə burada balqabaq çiğdi də var. Qabıqlı da var, qabıqsız da var. Evet. Geniş çeşitli. Var neçə sarı olanlar? Bu endirim. Bəli, endirimdə 15 manat. 15 manata belə sapsarı ərik qurusudur. İndi yumuşaq. Böyükləridir belə. Bunda qiymətindedir qardaş. Ha, şəkli. Sonra burada. Ha. Badamlar, fındıqlar. Ya boş, bırak başı. Ləbləblər, paçka, 2 günlük. düyülər. Çoxdur məhsul. Ha, 10 güzəlində ailə salıb girib danışaram, bir də təyəflığım deyəm. 99.97 60. Çaylar var gələn. Qardaş telefondan danışır, gəlsin, yenə özü təqdim edəcəkdir məhsullarını. Nə qədər eləsən bu? 30 cuma. Belə qaracım da var, paçka. Çay Şirlanka. Bu şiblan xanım. Bəli, 16 manat 50 qəpiyə. 16.50-yə çox. Hindistan çayı var. 12 manat 50 qəpiyə. 12 manat 50-yə. Bu da Barasiyan çayıdır. Kilosu 30 manatdır. Kuban çayı. Hər yerdə. Astara Lənkəran adına satılır. Patrak hesabınız düşməsin, səsiniz almış. Ha yox, bir günə montaj edir onu. Hadi özün yağızın montajı. Bilirəm. Mən Sonra bana yaşıl çay. Şirlankanın yaşıl çayı. Hər yerdə 30-40 manatdır, bizdə 15 manat 50 qəpiyə. Sonra Noxud 2 manat 50 qəpiyə. Endirimdədir. endirimdə. Milletin qeydinə qalır. Qaragöz 3 manat 50 qəpiyə aşağı endirimdə. qiymətlərlə. Hamısı aşağı qiymətlə. Yaşıl mərci 2 manata. Noxud, Cəllabad noxud 1 manat 50 qəpiyə. Düyülər və Şahanqol 2 manat 80 qəpiyə. şəhşdə də. Bəli, endirimdədir. Endirimdə. Ramazan ayına görə. Şahanqol 3 manat 20 qəpiyyədir. Şahan sadə 2 manat 80 qəpiyə. 280. Buradakı ayrı düyülərdir bunlar. Ona bax, Astara düyüsüdür. Bu Astara düyüsü. Bir əşdə astara yeridir dostlar. Seçik mallar göstərdi. Bana sarı kişmiş. Qardaş apar bura. Qəşəng endirimdə sarı kişmişimiz var. 4 manat 50 qəpiyə. 450-yə. Bəli, kişmiş. Möbət 7 manat 50 qəpiyə. 750-yə. Baş kişmişik 5 manat 50 qəpiyə. 550-yə. Sarı kibrit. Sarı kibrit 12 manatdır. Qara kişmiş. Bir bir bağlısı var. Bu 14 manat 50 qəpiyə var. 8 manata var. 14 manata var. Çeşid çoxdur. Sonra bunlar Var qəşəng endirimdə qızılı kişmişimiz var endirimdə. Ramazan ayına görə salmışıq qiymətin. Qızılı kişmişin kilosu 3 manatdır 3 manat. endirimdə. Bəs bu yekə neçədir? O yekədir 30-35 manata hər yerdə satılır. Biz müştərilərimizə verəcəyik 25 manat. Endirimdədir. Bəli. Eyvallah. Sonra nə var burada maraqlı olan? Bunlardakı göstərdi də var. Asartı. Asortilərdə. Endirimdə asartı. Endirimdədir kilosu 6 manata. Hoptabo 100 kiloda, 1 kiloda alındı. Hoptabo 6 manatdır. Makada neçədir? Makadamiya 24 manat. 24 manat makadamiya. Sonra burada var belə paçka
qozlar, Qoz ləpələri, qoz göstərilməyənlər qoz Hə. ləpələri deyil. Bunun belə bax qəşəng qoz ləpəmiz var. Kilosu 13 manat. 13 deyil, Hazır 1 paçkada. manat, hə, 1 manat endirimdədir. 12 manatadır. Özbəkistanındır. Bir də qəşəngdə ləpədir. Belə paçkada qəşəng hazır gəlir. Belki qablaşdırmasıdır. Paçka ala bilərsiniz. Bəli. Satmağa, öyle pişirmək pişirmək. Qurma Mədinə endirimdədir. 11 manat 50 qəpik. 11.50 ya. Sonra Ondan burada sonra Hicaz kurması. Hicaz kurması bir ara TikTok'da patlatmışlar 4 manata. Bizdə 3 manat 50 qəpik. endirimdə şok endirimdə. Bəli, endirimdə. Sonra Alça seyidi 3 manat 50 qəpik. 3.50 ya. Sarı ərik. Aşqara üçün. 5 manat 50 qəpiyə də var. 6 manata da var, 7 manata da var. 6 da var, 7 da var. O Bu nə? 5.50-yə. O Özbəkistandır. 7 manat. 7 manatadır. 5.50 ya. Sonra ha, sonra maraqlı şeyler var. Bu nədir belə? O O bükmə əridir. Kilosu 15 manat. 15 manat bitirir. Sonra burada konfet çeşitləri də var maraqlı. Sonra burada müxtəlif tür konfetlər. Qəşəng bayram konfetlərimiz var. 3 manat 50 qəpik. 3.50 yə qəşəng konfetlər. Qəşəng bayramın şokolatı var. Şokolatlı karamel. 6 manat 50 qəpik. Ayşe'nin şokolatı var. Aha. Kilosu 6 manat 50 Bu qəpik. məşhur şokoladlar Bu neçə? maruzna şokolat. Partlayır Kilosu adamı. partlayanın. Kilosu 10 manat. Sonra belə Ondan sonra maraqlı. Ratski bahalısı da var. 3 manatı da var Aha, Ratski. bunlar Bahalı da var. 4 manat 50 qəpik. Burada noğullardır. Cürbəcə noğullar, göy. Daş banka 5 manat 50 qəpik. 5.50-yə. 5.50 ya. Noğul badam 11 manat 50 qəpik. 11.50 ya endirimdə. Sonra Keşnişli noğul 2 manat 80 qəpik. Arapçı noğul 3 manat. 3 manat. Sonra burada qabda olanlar da var. Qabla belə götürəndə 5 manat 20 qəpik, belə hopda kilo götürəndə 5 manat 50 qəpik var. Ya burada da sarı köklər var. Orijinal təmiz üyüdülmüş. Çubuğun hazır üyüdülmüş idi. Kilosu 10 manat. 17-yə də var, 10 manata da var, 18 manata da var. Maraqlı yəni ki qidalar var. Qabıqla oxunduq 7 manata, 6 manata. Yəni gələ bilərsiniz. Maraqlıdır. Bir qardaş ünvan deyə bilərsən. Mən çəkim ünvan deyirəm çöldən. Yəni bura gəlmək üçün ünvanı bilsinlər də dükana. Meyvəli bazarı. Bura meyvəli bazarı. Deməli Meyvəli bazarı, Rıza Çərəz 27-ci dükan. avtobuslarda neçə gəlir bura? Avtobus. Hə. Hə. 206 gəlir də buraya avtobusda. Elimlərdə. Hə. Burada dükan da buradır. Ordubad quru meyvələri yazılan yer. Meyvələri Rıza Çərəz. Rıza Çərəz 27-ci mağazadır. 27-28. 27-28-ci mağazadır. Gəlib alış-verişinizi eləyə bilərsiniz. Yəni Novruz alış-verişinizi eləyə bilərsiniz. Dostlar videonu bəyənin, kanala abunə olun. Əsas kanala abunə olmaqdır mənim burada qazancım. Kanala abunə olun, şərhlərdə fikirlərinizi bildirin. Yəni ki, mən mağazadan heç bir ödəniş almıram. Yəni yaxşı mağazaları, maraqlı mağazaları çəkib göstərirəm. Növbəti videolarda görüşəndə kanala abunə olun və videonu bəyənməyi unutmayın.